Bizim ilk bölməmiz ilkin anlayışlardan başlayacağıq. İlkin anlayışlar da deyəndə yoldaşlar, bizim üçün informatika nədir? İnformasiyanın xassələri, növləri, ümumi olaraq ölçü vahidləri bunları öyrənməyə çalışacağıq. Çünki bizim çərçivə mövzumuzda var olan İlkin anlayışlar bizim birinci dərsimizdir. Bu birinci dərsdə biz gəlin başlayaq görək nə öyrənəcəyik. Birinci öyrənəcəyik yoldaşlar, ilk öncə görək informatika nədir? Deyək ki, informatika informasiya proseslərinin, informasiyanın toplanması, saxlanması, ötürülməsi, emalı, avtomatlaşdırılmasında istifadə olunan kompüter texnikası vasitələri və metodlarından bəhs edən tətbiqi bir elm sahəsidir. Deməli, informatikanın nə olduğunu bildik. İnformatika, informasiya haqqında elmdir. İnformatikanın yoldaşlar, informasiyanın yaradılması, saxlanılması, ötürülməsi, qəbulu və emalı üçün üsul və vasitələrini öyrənir. Deməli, informatika nəyi öyrənir? İnformasiyanın yaradılması, yəni bir informasiya əvvəlcə yaradılır, saxlanılır, ötürülür, qəbul olunur, emal olunur. Yəni, bunun üsul və vasitələrini öyrənir. İnformatika sözü yoldaşlar iki sözün birləşməsindən yaranıb. Bu sözlər hansıdır? İnformasiya və avtomatika hansı sözdür? İnformasiya və avtomatika sözlərinin birləşməsindən yaranmışdır. İnformatika termini isə yoldaşlar 1960-cı ildə fransız mütəxəssisləri tərəfindən elmə daxil edilmişdir. Məsələn, sizə tutaq ki, müsahibə şəklindədirsə də atestasiyamız, sual versələr ki, informatika termini nə vaxt elmə daxil olunmuşdu? Deyəcəksiniz ki, 1960-cı ildə fransız mütəxəssislər tərəfindən elmə daxil olunmuşdu. Bunu da yadımızda saxlayaq. İndi davam edək yoldaşlar. Dedik ki, informatika elminin predmenti isə informasiyadır. Deməli, informatika elminin predmenti informasiyadır. İnformasiya keçməzdən əvvəl yoldaşlar biz bilməliyik ki, informatika elmi ümumi olaraq 3 əsas tərkib hissədən ibarətdir. Neçə əsas tərkib hissədən? Yadınızda saxlayın. 3 əsas tərkib hissədən ibarətdir. 3 hissə yazacağım. Yəni 3 əsas tərkib hissədən ibarətdir. Bunlar hansılardır yoldaşlar? Birinci bizim üçün hardware'dır. Yəni, tərkib hissələrdən biri hansıdır? Hardware. Hardware deyəndə yoldaşlar, texniki və aparat təminatı. Deməli, nədir? Texniki və aparat təminatı. Aparat təminatı. Və yoldaşlar, aparat təminatı da sizin çərçivə bölmənizdən biridir. Deməli, onda biz hansı bölməni də öyrənəcəyik? Biz hardware'nı, yəni aparat təminatını da öyrənəcəyik. Sonra yoldaşlar, ikinci tərkib hissəsi bizdə proqram təminatıdır, software'dır. Software bizdə nədir yoldaşlar? Proqram təminatı. Proqram təminatı. Proqram təminatı da yoldaşlar yenə də bizim çərçivə bölməmizdən biridir. Deməli, biz onda nəyi öyrənəcəyik? Aparat təminatını da öyrənəcəyik, proqram təminatını da öyrənəcəyik. Yoldaşlar, ümumi olaraq proqram təminatı deyəndə biz burada nəyi başa düşəcəyik? İnformasiyanı emal edən qurğularda istifadə edilən proqramları öyrənən bir sahədir, yəni proqram təminatı. Üçüncü isə yoldaşlar, Brownware'dır. Bu isə bizdə alqoritmik təminatdır. Nədir? Alqoritmik təminat. Alqoritm təminatı. Alqoritm təminatı deyəndə yoldaşlar, biz bu bölmədə informatikanın, yəni bu sahəsində alqoritmlərin qurulması, müxtəlif məsələlərin həllərinin alqoritmləşməsi öyrədilir. Amma sizin çərçivə bölmənizdə bu yoxdur. Deməli, biz bu bölməni öyrənməyəcəyik. Bizim öyrənəcəyimiz aparat təminatı, bir də proqram təminatı oldu. Bunu da başa düşdük. Deməli, informatika bir elm kimi hansı tərkib hissəyə ayrıldı? 3 tərkib hissəyə ayrıldı. Hansılar oldu? Aparat təminatı, proqram təminatı, bir də alqoritmik təminat. Bu 3 dənəsini də yadınızda saxlamağa çalışın.
İndi davam edək yoldaşlar. İnformatika elminin dedik ki, predmenti informasiyadır. İnformasiya nə deməkdir yoldaşlar? İndi hər biriniz də kitabxana sahəsində var olduğunuz üçün biz bilirik ki, informasiya məlumat deməkdir, xəbər deməkdir, fakt sözlər deməkdir. Yəni eşitdiyimiz, öyrəndiyimiz bu məlumatlar hər biri informasiya adı altında toplanılır. Yəni bizim kitabdan, qəzetdən, televiziyadan, radiodan, xəbərlərdən, müəllimlərdən, hal-hazırda mən sizin üçün dərs keçirəm. Mən müəlliminizdən aldığınız bu bilgilərin özü bir informasiyadır. İndi yoldaşlar, bəs verilənlər nədir? Verilənlər əslində bir mahiyyət kəsb etmir. Bunu necə başa düşün? Bax, məsələn, mən burada sağ tərəfdə yazacağam 1987. Yoldaşlar, burada nəsə başa düşdünüzmü? Xeyr. Dediniz ki, müəllimə, bu bir adi rəqəmdir, düzdür? Baxın, bu veriləndir. Deməli, bu nədir? Bu bizdə veriləndir. Bəs verilən nə zaman informasiya çevrilir? İndi yoldaşlar, mən yazacağam. Yazacağam ki, Səmədova Rasimə 01 1987. Yoldaşlar, buradan nə başa düşdünüz? Başa düşdünüz ki, Səmədova Rasimənin doğum tarixi 1-ci ayın 1-i 1987-ci ildir. Artıq burada sizə nə çatdı? Tam bir məlumat çatdı. Oldu, yoldaşlar, informasiya. Deməli, nə oldu? İnformasiya. Amma biz 1987-ci sadəcə bir rəqəm kimi başa düşmüşdük. Bu isə bizdə veriləndir. İndi bəs bilik nədir? Yoldaşlar, bilik dərk olunma vasitəsilə alınan informasiyadır. Yəni biz bir informasiyanı alırıqsa, onu başa düşürüksə, dərk ediriksə, artıq bu bizdə bilikdir. Biliyə çevrilmiş olur. Yəni bilik bizə yeni çıxışlar etməyə, yeni təkliflər almağa imkan verir. Yəni sizə mən bu an dərs tədris edirəm. Bu məlumatı ötürürəm. Siz bunu öyrənirsiniz. Əgər siz bunu başa düşdünüzsə, başa düşdükdən sonra dərk etdinizsə də, ondan mənə yeni bir beyninizdə sual yarandısa da, o sualla da mənə dönüş edirsinizsə də, artıq o deməkdir ki, bu informasiya bir biliyə çevrilib. Bunları da yoldaşlar yadınızda saxlamağa çalışın. İnformatika nədir? İnformasiya nədir? Verilən nədir? Bilik nədir? Bunları da bilməliyik. İkinci bilməmiz gərəkən yoldaşlar, informasiyanın iki forması var. Yoldaşlar, informasiyanın neçə forması var? Yadınızda saxlayın. İnformasiyanın iki forması var. Bunlar hansılardır yoldaşlar? Baxın, biri yadınızda saxlayın, analoq informasiyadır. Digəri isə rəqəmsal informasiyadır. Bir daha deyirəm. İnformasiyanın neçə forması oldu? İnformasiyanın iki forması oldu. Hansılar oldu? Analoq informasiya, rəqəmsal informasiya. İndi gəlin biraz geniş bilgiyə keçəcəm. Yoldaşlar, gəlin görək analoq informasiya nədir? Rəqəmsal informasiya nədir? Məsələn, sizə qəsdən sual verə bilər ki, hal-hazırda kompüterlər hansı informasiya ilə işləyir? Nə deyəcəksiniz? Hal-hazırda yadınızda saxlayın, kompüterlər rəqəmsal informasiya ilə işləyir. Nə ilə işlədir? Rəqəmsal informasiya ilə. Bəs yoldaşlar, analoq informasiya nədir? Mən sizə bunu sadə bir dildə başa salacağam. Bax, məsələn, televiziyada hər hansı bir verilişə baxırsınız. Maşın gedə-gedə radioda bir musiqi dinləyirsiniz, düzdürmü? Siz mənə deyin görüm, radioda gedən o verilişi dayandıra bilirsinizmi? Xeyr. Siz belə deyim də, musiqinin xodunu ala bilərsiniz. Musiqi aparatını bağlaya bilərik. Məsələn, televiziyanı biz keçirə bilərik. Amma o veriliş gedəcək. Deməli, biz burada neyniyə bildik? Buna mane ola bilmirik. Amma yoldaşlar, məsələn, siz YouTube'dan hər hansı bir dərs izahını dinləyirsiniz. İndi mən dərsin izahını YouTube atacağım. Siz onu dinləyəcəksiniz. Vacib bir işiniz çıxdı. Yoldaşlar, YouTube'dan o izahı dayandıra bilirsiniz. Bəli, yoldaşlar, biz stop edib onu dayandıra bilirik. Deməli, belə başa düşdük ki, rəqəmsal informasiyanı biz dayandıra bilirik, saxlaya bilirik. Amma analoq informasiyanı isə biz saxlaya bilmirik, yoldaşlar. Analoq informasiya yadınızda saxlayın. Necə informasiyadır? Əlbəttə ki, kəsilməyən informasiyadır. Baxın, aşağıda da sizin üçün qeyddir. İndi sizə desələr ki, kəsilməyən informasiya hansı informasiyadır? Analoq informasiya.
Yəni biz analoq informasiyanı dayandıra bilmirik. Ona görə bu kəsilməyən informasiyadır. Bəs rəqəmsal informasiya isə yadınızda saxlayın, kəsilən informasiyadır. Məsələn, mən hal-hazırda MET proqramından çıxış etsəm, bu dərsi dayandıracağam. Niyə? Çünki rəqəmsal informasiyadır, yoldaşlar, dayandıra bilirik. Düzdür? Ona görə də rəqəmsal informasiyanın digər adı da diskretdir. Deməli, rəqəmsal informasiyanın digər adı nədir? Diskret informasiyadır. İndi desək ki, məsələn, testdə baxacaqsınız. Desək ki, diskret informasiya necə informasiyadır? Deyəcəksiniz rəqəmsal. Desək ki, diskret informasiya necə informasiyadır? Deyəcəksiniz kəsilən informasiya. Deməli, kəsilən informasiya, diskret, rəqəmsal bunlar bir ad altındadır. Tamam mı? Amma analoq informasiya sadəcə kəsilməz informasiyadır. Yəqin ki, aydın şəkildə bunu da başa düşməyə çalışdıq. Davam edək, yoldaşlar. Bundan başqa, bizim bilməmiz gərəkir informasiyanın xassələri və sizin çərçivənizdə də informasiyanın xassələrinin adları çəkilir. İndi düzdür, dərsimiz bunun üçün çox uzanacaq, amma mən sizin üçün qısaca hər birinin məlumatını atacağam. Məsələn, sizə desək ki, tamlıq nədir, obyektivlik nədir? Bunların hər birini atacağım, oxuyacaqsınız yoldaşlar. İnformasiyanın xassələrinə gəlin baxaq. Adları hansıdır? Adlarını yoldaşlar əzbər şəkildə bilməlisiniz. Baxın, tamlıqdır, faydalıq, dəqiqlik, anlaşıqlıq, obyektivlik, etibarlıq, aktuallıq, adekvatlıq, tərəzilik, qiymətlilik. Bu bizdə informasiyanın xassələrinin adlarıdır. İndi sizdən soruşsa ki, tamlıq deyəndə nə başa düşürsünüz? Düzdür, əslində bunların açıqlamasını sizdən soruşmaz. Sizə sadəcə sual verə bilər ki, informasiyanın neçə xassəsi var? İnformasiyanın xassələrini sanayın. İnformasiyanın xassələri hansılardır? Ona görə də siz mütləq şəkildə informasiyanın xassələrinin adlarını əzbər bilməlisiniz. Çünki çərçivənizdə var yoldaşlar, əzbər də bilməliyik. Məsələn, indi düzdür, hamısını bir-bir geniş şəkildə toxunmayacağım, izahları var. Daha vacib bölmələr, belə deyim, mövzularımızı izah etməyə çalışacağam hissələrini. Amma birinci bax, məsələn, gəlin tamlığa baxaq. Tamlıq deyəndə nə başa düşürük? Deyir ki, tamlıq deyəndə stolun üzərində qırmızı bir kitab var. Tamam. Kitab haqqında olan bu informasiya tam deyil. Düzdürmü yoldaşlar? Sizə nə deyir? Deyir, stolun üstündə bir kitab var. Amma o nə kitabdır? O kitab haqqında bir geniş məlumat aldınızmı? Neçə səhifədən ibarətdir? O kitabı kim qoyub? Və yaxud da müəllifi kimdir? Müəyyən bir bilgi oldu mu bunun haqqında? Xeyr. Sadəcə tam məlumat deyil. İndi davamına baxaq. İnformasiyadan biz ancaq kitabın rəngini öyrənə bilirik. Nə öyrənə bilirik? Kitabın rəngini öyrənə bilirik. Amma onun necə kitab olması, neçə səhifədən ibarət olması haqqında məlumatımız olmur. Bu nədir? Tamlıq. Bircə saniyə yoldaşlar. Deməli yoldaşlar, biz burada tamlıqda nə başa düşdük? Bizə məlumat tam ötürülmədi. Tam deyil. Faydalılıq deyəndə məsələn nə başa düşəcək? Hal-hazırda oxuduğumuz informasiya faydalı informasiyadır. Əgər biz buradan faydalı bir məlumat əldə ediriksə də, o məlumat bizim üçün faydalıdırsa da, deməli bu bizim üçün faydalı informasiyadır. Əslində asandır. Yəni bunların hər birini yoldaşlar mütləq şəkildə oxumalısınız. Hər biri də sadə şəkildə izah olunub, heç bir çətinliyi də yoxdur. Yenə də nəyə başa düşməsəz, nə sualınız olsa, əlbəttə ki, mənə dönüş edə bilərsiniz və yaxud da qrupda yaza bilərsiniz. Deməli, informasiyanın 9 dənə xassəsi var. Bunları dediyim kimi mütləq şəkildə diqqətli oxuyacaqsınız. Sonra yoldaşlar, bizim üçün gəlir informasiyanın növləri. İnformasiyanın gəlin görək neçə növü var. Ümumi olaraq ətrafdan alınan informasiyanı yadınızda saxlayın, 5 növü var. Neçə növü var yoldaşlar? 5 növü var. Gəlin görək bunlar hansılardır. Bax, birinci vizual informasiyadır.
Vizual informasiya göz vasitəsilə qəbul olunan informasiyadır. Məsələn, mən bu ekranda bu PDF-i sizə göstərirəmsə də, siz də bunu görürsünüzsə də, burdan neynirsiniz? Bir məlumat əldə edirsiniz, düzdür? Bir informasiya əldə edirsiniz. Bu bizim üçün olur vizual informasiya. Onda vizual informasiya deyəndə göz vasitəsilə qəbul olunan informasiyadır və insan informasiyanın 90%-ni gözlə qəbul edir. Deməli, neçə faizini? 90%-ni. İndi gəlin baxaq audial informasiya nədir və yaxud da qulaq vasitəsilə qəbul etdiyimiz informasiya. Bax yoldaşlar, məni dinləyirsiniz. Mən sizə nəyisə başa salıramsa da, bunu eşidərək qəbul edirsiniz, düzdür? Onda bu informasiya bizim üçün audial informasiyadır və informasiyanın 9%-ni biz eşitmə vasitəsilə qəbul edirik. Sonra var yoldaşlar bizim üçün taktil informasiya. Taktil informasiya dəri vasitəsilə qəbul olunan informasiyadır. Baxın, bunu necə başa düşün? Tutaq ki, belə deyim, təbiət qoynuna gəzintiyə getmisiniz. Hər hansı müəyyən bir gülləri yığırsınız, sevdiyiniz. Qəflətən barbağımızı bir həşarət sancdı, arı sancdı, düzdür? Biz onu hiss etdik. Necə hiss etdik yoldaşlar? Çünki dəri səthində var olan reseptorlar sahəsilə o bizim beynimizə bir informasiya siqnal ötürdü. Deməli yoldaşlar, əslində bizim dəri səthində var olan o reseptorlar sahəsi ilə bizə ötürülən bir informasiya var. Məsələn, biz çay içirik, qaynar olduğunu, isti olduğunu, soyuq olduğunu neynirik? Yenə dəri vasitəsilə əlimizi suya toxundururuq, isti, soyuq olduğunu hiss edirik. Deməli, bu nə oldu bizim üçün? Toxunma vasitəsilə qəbul olunan, dəri vasitəsilə qəbul olunan informasiyadır. Dördüncü yoldaşlar dad informasiyasıdır. Dad informasiyası dil vasitəsilə qəbul olunur. Məsələn, biz bir yeməyin duzlu olub olmadığını və yaxud da acı olub olmadığını necə bilirik? Çünki dil səthində də var olan o reseptorlar bizim beynimizə informasiya siqnal ötürür. Biz də onun vasitəsilə bu informasiyanı almış oluruq. Beşinci yoldaşlar qoxu burun vasitəsilə qəbul olunan informasiyadır. Məsələn, biz ətirlərin iyidi, qoxusudur, güllərin qoxusudur. Bunu necə bilirik? Deməli, burun vasitəsilə, qoxu informasiyası vasitəsilə bunu da qəbul edirik. Yəni, dəri, dil, burun, bunların isə hər biri ümumilikdə informasiyanın 1%-ni təşkil etmiş olur. Yəqin ki, nəzəri mövzuzdur. Aydın şəkildə də başa salmağa çalışdım. Heç bir çətinliyiniz olmadı. Sonra yoldaşlar, yenə sizin çərçivənizdə verilən bu bölmədə bizim üçün informasiya prosesləridir. Bunu da mütləq şəkildə bilməlisiniz yoldaşlar. Bax, adından məlum olduğu kimi deyir informasiya prosesləri. Gəlin görək informasiya prosesləri nədir? İnformasiya prosesləri dedikdə yadınızda saxlayın. İnformasiyanın toplanması, saxlanılması, emalı, ötürülməsi nəzərdə tutulur. Deməli, nə başa düşdük? İnformasiyanın qəbul edilməsi, informasiyanın toplanması, saxlanması, emalı, ötürülməsi nəzərdə tutulur. Mütləq şəkildə bilməlisiniz. İnformasiyanın toplanması dedikdə bəs nə başa düşürük? Baxın, kitabxanada hər hansı bir kitab haqqında məlumatı ənənəvi kataloqdan, kitabxana işçilərindən soruşmaqla, elektron kataloqlara müraciət etməklə almaq olur. Yəni, müəyyən bir neynədim mən? Məlumat topladım. Bu oldu bizdə informasiyanın toplanması. Hal-hazırda isə daha çox avtomatlaşdırılmış qurğuların köməyi ilə, axtarış üsulları ilə biz geniş informasiya ala bilirik. Çünki məsələn, nə isə də bilməyəndə gedib kitabxanadan mı araşdırırıq çox hissəni? Xeyr. Neynəyirik? Məsələn, Google-dan araşdırırıq və yaxud da hər hansı qurğuların, proqramların vasitəsilə araşdırıb öyrənməyə çalışırıq. Gəlir informasiyanın saxlanılması. İnformasiyanın saxlanılması deyəndə yoldaşlar, yəni söhbət yaddaş daşıyıcılarından gedir. Bax yoldaşlar, biz hal-hazırda informasiyanı nədə saxlaya bilirik? Hər hansı disklərdə, flash kartlarda, düzdür? Amma informasiyanın uzun saxlanması üçün, məsələn, biz kompüterin yaddaşında var olan
hard diskdən. Düzdür, indi o Cümle dərsi keçəcəyik. destekliyorum. Səsləri bağlayın. Kim açdı yenə? Hard diskdən istifadə edirik və yaxud da bunun digər adı Winchester və yaxud da sərt diskdən istifadə edirik yoldaşlar. Amma qədim dövrdə bu disklər yox idi ki, bəs insanlar o zaman informasiyaları nəyin üzərində qeyd edirlər və bugünkü günə qədər bizə çatan bu informasiyaları biz necə əldə etdik? Deməli, daşların, qayaların üzərində, heyvan dərilərində, papiroslarda bunlar saxlanılırdı. Məsələn, qayalar üzərində çizimlərlə ötürülürdü. Amma indiki dövrdə biz insanlar bizdən sonrakı nəsillərə informasiyanı necə ötürə bilirik? Kağız üzərinə qeydlərlə, kompakt disklərdə, fleşlərdə, elektron yaddaş qurğularında, bulut texnologiyalarında biz artıq bunları nə edə bilirik? İnformasiyanı saxlaya bilirik, ötürə bilirik. Bunları da çünki vacib məlumatlardır, sizin üçün də çox önəmlidir. Mütləq şəkildə diqqətli oxuyaraq, yəqin ki, başa da düşdünüz, anlaşıqlı dildədir. Nəyi də başa düşməsəz, yenə də səsinizi açıb deyə bilərsiniz. Gəlin baxaq informasiyanın emalı. İnformasiyanın emalı deyəndə nə başa düşür? Bax, emal sözü nədir yoldaşlar? Elə burdanca bunu yadımızda saxlaya bilərik. Deyir ki, informasiya üzərində müəyyən dəyişikliklərin aparılması. Bax yoldaşlar, tutaq ki, hər hansı bir mən bir məlumat əldə etmişəm. Baxıram ki, o məlumat qısa yazılıb. Qısa qeyddir. Mən bu məlumatın üzərində bir dəyişiklik edəcəm. Bunu geniş şəkildə yazmağa, hazırlamağa çalışacağam. Düzdür? Əgər mən bunun üzərində dəyişiklik etdimsə də, burada nə oldu? Artıq bir emal oldu. Məsələn, musiqilərə əlavə səs tonlarının artırılması, şəkillərin formasının, rənginin dəyişdirilməsi. Məsələn, şəklin ölçüsü kiçik ölçüdədir. Mən bunu biraz böyük ölçü etdim. Rəngi ağdır, rəngini mavi etdim. Düzdürmü? Müəyyən bir dəyişiklik etdim burada. Əgər burada bir dəyişiklik getdisə, söhbət informasiyanın emalından gedir. Məsələn, mətnin redaksiyası. İndi biz Word dərsi keçəcəyik. Word dərsi keçəndə tutaq ki, mən burdan yazdım kitab sözünü. Kitab sözü üzərində dəyişiklik edəcəm. Nə edəcəm? Şrift ölçüsünü böyüdəcəm. Məsələn, kursiv yaza biləcəm. Şrift rəngini dəyişəcəm. Biraz effekt verməyə çalışacağam. Ondan sonra şrift formasını dəyişəcəm. Müəyyən bir dəyişiklik etdikmi? Ona görə də mətnin redaksiyası deyəndə artıq biz bunu başa düşürük. Bunların hər biri artıq informasiyanın emalı sayılır. Bəs informasiyanın ötürülməsi nədir? Yoldaşlar, informasiyanın ötürülməsi deyəndə toplanılmış informasiyanın emal olunması üçün və emal olunmuş informasiyanın istifadəçilərə çatdırılmasıdır. Yoldaşlar, mən bu PDF-i hazırlamışam. Düzdür? Bu PDF-i hazırladıqdan sonra indi bunu sizə atacağım, siz oxuyacaqsınız. Deməli, mən bu məlumatı, bu informasiyanı neynədim? Sizə çatdırmış oldum, düzdür? Və yaxud da bir xəbər eşitdiniz, vacib bir məlumat eşitdiniz. Eşitdiniz ki, attestasiya olacaq. Xəbəri olmayan yoldaşlarınıza neynədiniz? O məlumatı ötürmüş oldunuz, düzdür? Biraz da geniş məlumat verdiniz ki, mənim əlavə bəzi bilgilərim var, mənim əlimdə olan bəzi materiallar var. Görürsünüzmü, o xəbərdən başqa bir əlavə məlumat götürdünüz. Bu oldu artıq informasiyanın ötürülməsi. Ona görə informasiyanın ötürülməsi yoldaşlar, məsafəli ötürülmələrdə kabellər, digərləri isə simsiz ötürülmə vasitələrindən də istifadə olunur. Biz hansı belə deyim, rabitə kanallarından istifadə edə bilərik deyəndə telefondur, teleqrafdır, WhatsAppdır, Telegramdır və yaxud da hər hansı digər yazışma proqramlarından da biz bir-birimizə informasiya ötürürük. Hal-hazırda mən məsələn Met proqramından danışaraq sizə bir informasiya da ötürülmüş olaram. Yəni ötürmüş də varam. Yəqin ki, bunu da başa düşmüş olduq. Bir daha burada cədvəldə görəcəksiniz. Baxın, informasiyanın növləridir, informasiyanın xassələridir, formalarıdır, ondan sonra verilmə üsullarıdır, informasiyanın prosesləri hansılardır, hər biri qısa və konkret də yazılıb. Bir daha buradan da təkrarlamış
olacaqsınız. İndi keçid edirəm yoldaşlar. İnformasiyanın ölçü vahidlərinə keçməzdən əvvəl sizə bir xatırlatma edəcəm. Yoldaşlar, ümumi olaraq biz bilirik ki, zaman vahidi, düzdür? Zaman vahidi deyəndə nə başa düşürsüz? Deyirsiniz ki, müəllimə, məsələn, saatdır, dəqiqədir, saniyədir, bunlar zaman vahididir. Öyrənmisiniz, düzdür? Sonra yoldaşlar, siz öyrənmisiniz uzunluq vahidləri, düzdür? Uzunluq vahidləri deyəndə nə başa düşdük? Məsələn, metr, santimetr, kilometr, düzdür? Amma informatikadan anlayışı olmayan, məsələn, informatika təhsili olmayan, yəni yoldaşlar bilə bilməz ki, informasiyanın ölçü vahidi varmı? Bəs yoldaşlar, bu kompüterin yaddaşında olan bu informasiyalar necə ölçülür? Məsələn, telefon almağa gedirsiniz, düzdür? İlk öncə nəyi soruşursunuz? Yaddaşını, yaddaş tutumunu, düzdür? Məsələn, deyir ki, yaddaş tutumu tutaq ki, 2 GB-dır və yaxud da 15 GB-dır. RAM-ını soruşursunuz, yaddaşını soruşursunuz. Bəs yoldaşlar, bu yaddaş tutumu necə hesablanılır? Bunu necə hesabladılar? Dedilər ki, 2 GB-dır. Bunu necə hesabladılar? Məsələn, yoldaşlar, tutaq ki, biz kompüterdə Word səhifəsində yazmısınız kitab sözü. Heç düşünmüsünüzmü bu kitab sözü və yaxud da kitabxana sözü olsun? Bu kitabxana sözü kompüterin yaddaşında nə qədər yer tutur? Heç bunu fikirləşmişik? Xeyr, fikirləşməmisiniz. Əslində yoldaşlar, hər simvol yaddaşda 1 bayt yer tutur. Deməli, onda neçə simvol var? 1 dənə, 2 dənə, 3, 4, 5, 6, 7. 7 hərf olduğuna görə deyəcəksiniz kompüterin yaddaşında 7 bayt yer tutulur. Deməli, onda biz başa düşdük ki, bizim hətta yazdığımız sözlərin belə biz yaddaş tutumunu hesablaya bilirik. İndi bu hesablama zamanı biz əvvəlcə bilməliyik ki, informasiyanın bəs ölçü vahidi nədir? İnformasiyanın ölçü vahidi yoldaşlar, əsas ölçü vahidi var, bir də ən kiçik ölçü vahidi var. Yadınızda saxlayın. İnformasiyanın əsas ölçü vahidi deyəndə nəyi düşünəcəksiniz? Əsas ölçü vahidi deyəndə baytdır. Deməli, informasiyanın əsas ölçü vahidi nə oldu yoldaşlar? Bayt oldu. Bəs sizə desə ki, informasiyanın ən kiçik ölçü vahidi nədir? Bitdi. Bunu necə başa düşün? Bax yoldaşlar, siz kütlə vahidini öyrəndik tutaq ki, kiloqram. Məsələn, bundan böyük ölçü vahidlərinə nə tanıyırsınız? Deyəcəksiniz müəllimə, məsələn, ton, düzdür? Ton bizim ən böyük ölçü vahididirsə də, səslər açılmasın. Ən kiçik onda ölçü vahidi nə tanıyırsınız? Məsələn, milliqram. Düzdürmü? Qram, milliqram. Məsələn, qram tona nisbətən necə ölçü vahididir? Kiçik, düzdürmü? İnformasiyanın da yoldaşlar yadınızda saxlayın. Əsas ölçü vahidi var, ən kiçik ölçü vahidi var, ən böyük ölçü vahidi var. Bunları da öyrənməliyik. Amma əsas ölçü vahidinin adı nə oldu? Əsas ölçü vahidinin adı bayt oldu. Ən kiçik ölçü vahidinin adı nə oldu yoldaşlar? Ən kiçik ölçü vahidinin adı da bit oldu. Düzdür yoldaşlar? Deməli yoldaşlar, biz öyrəndik ki, informasiyanın ən kiçik ölçü vahidi nədir? Bitdir. Bax yoldaşlar, sizi yenə də əvvəlki bilgilərinizə qaytarıram. Yoldaşlar, 1 kiloqram neçə qramdır? 1 kiloqram deyirdiniz ki, müəllimə, 1 kiloqram 1000 qramdır, düzdür? İndi bəs sizə sual versələr ki, siz öyrəndiniz ki, informasiyanın əsas ölçü vahidi nədir yoldaşlar? Bayt oldu. 1 bayt neçə bitdir? Yadınızda saxlayın, 1 bayt 8 bitdir. Deməli, nə öyrəndik? 1 bayt 8 bitdir. Bunu yoldaşlar əzbər olaraq da bilməlisiniz. Çünki sizə çərçivədə özəlliklə ölçü vahidləri adlı bir başlanğıc verib. Deməli, ölçü vahidlərini öyrənməlisiniz. 1 bayt nəyə bərabər oldu? 8 bitə. İndi yoldaşlar, bundan başqa necə böyük ölçü vahidləri var? Gəlin onlara baxaq. Bizim ən kiçik ölçü vahidimiz, bax yoldaşlar, bitdir. Bitdən sonra yadınızda saxlayın, bayt gəlir. Baytdan sonra kilobayt. Bax, məsələn, heç telefonunuz üçün gedib telefon mağazalarından kart almısınızmı? Məsələn, kiçik mikrokartlar olur ya. Deyir ki, 2 megabaytlıqdır yaddaş tutumu, 1 gigabaytlıqdır. Yəqin oradan o adları eşitmisiniz. Baxın,
Kilobaytdan böyük megabaytdır. Megadan böyük gigabaytdır. Deyəcəksiniz müəllimə, biz bunu hara qədər öyrənək? Bax, gigabayta qədər ardıcıllığı bilin qızlar. Yerində qalanlar bunu sizdən soruşmaz. Çünki artıq bu, məsələn, mən informatika müəllimiyəm, mənə aiddir. Magistr dövlət qulluğu, abituriyent, hazırlaşan abituriyentlər, informatika müəllimləri bunlar bilməlidir. Amma sizlər gigabayta qədər, müəyyən qədər bilsəz bəs eləyəcək. Deməli ardıcıllığımız nə oldu? Bit, bayt, kilobayt, megabayt, gigabayt. Məncə adları da asandır, yadda da qala bilər. Bu şəkildə də yadda saxlayacaqsınız. Amma burada bax görürsüz ki, 1 kilobayt nəyə bərabərdir? 1 megabayt nəyə bərabərdir? Mən istəmirəm siz bunu əzbər öyrənəsiz. Mən sizə indi bunu adi, başa düşəcəyiniz ardıcıllıqla başa salacağam. Ardıcıllığı yadınızda saxlasanız, bunun hamısını biləcəksiniz. Bircə sizin öyrənəcəyiniz yoldaşlar budur. Bir də bu ardıcıllıqdır. Bunları biləndən sonra yerində qalanını öyrənmək asandır. İndi davam edək. Ölçü vahidləri arasındakı keçidə. İndi yoldaşlar, yenə sizi orta məktəbdəki riyazi bilgilərinizə qaytaracağam. Çünki burada bizə lazım olacaq. Bəlkə də ola bilər bəzilərinizin yadınızdan çıxıb. Yadınızda saxlayın. 2 üstü 0 1-ə bərabərdir. Deməli, əgər rəqəmin üzərində 0 görərsinizsə də qüvvətdə nəyə bərabərdir? Vahidə bərabərdir. Bunu unutmayın. Ondan sonra yoldaşlar 2 üstü 1 nəyə bərabərdir? Deyəcəksiniz 2-yə. 2 üstü 2 nəyə bərabərdir? 4-ə. 2 üstü 3 nəyə bərabərdir? 8-ə. 2 üstü 4 nəyə bərabərdir? 16-ya. 2 üstü 5 nəyə bərabərdir? 38-ə. 2-nin qüvvətlərini mütləq şəkildə əzbər bilməlisiniz. Neçə qədər? 10-a qədər. Çünki bu hesabı hissədə bunlar bizə lazım olacaq. Bax, ola bilər yoldaşlarımdan kimisə riyazi bacarığı zəif olar. Deyəcək müəllimə, 2 üstü 3 nə deməkdir? 2 üstü 3 yadınızda saxlayın. 3 dənə 2-ni bir-birinə vurmaq deməkdir. O da nəyə bərabər olacaq? 8-ə. Məsələn, 2 üstü 4 nə deməkdir? 4 dənə 2-ni bir-birinə vurmaq deməkdir. O da bərabərdir 16-ya. Ona görə də yoldaşlar, bu qüvvətlə bağlı bilgiləri də mütləq şəkildə hər birimiz bilməliyik. Sonra yoldaşlar, bizim bilməmiz gərəkən qüvvətlərin vurulması, bölünməsidir. Bax yoldaşlar, orta məktəbdə öyrənmisiniz ki, 2 vuraq 2 nəyə bərabərdir? 4-ə. Və yaxud da 2 plus 2 nəyə bərabərdir? 4-ə. 2 yazmayın, 3 yazın. 2-nin üzərinə 3 gələndə 5-ə. Adi biz normal hasili və toplamanı bilirik. İndi mən yazsam ki, yoldaşlar, bax 2 üstündə 2 vuraq 2 üstündə 3. Bu nəyə bərabərdir? Yadınızda saxlayın, əsasları eyni olan qüvvət üslərin vurulması əsas olduğu kimi qalır, üslər toplanılır. 2-nin üzərinə 3 gələcəksiniz yoldaşlar. Bu deyiləcək 2 üstü 5. Bax, birini də nümunə yazacağam. Əgər sizə misalda yazsam ki, 2 üstü 5 vuraq 2 üstü 4 nə edəcəksiniz yoldaşlar? Deyəcəksən müəllimə, əsas olduğu kimi 2-lər qalacaq. Üstləri, qüvvətləri toplayacağam. O deyiləcək 2 üstü 9. Bu oldu nə? Qüvvətlərin vurulması. Bəs yoldaşlar, qüvvətlərin bölünməsi necədir? İndi gəlin onu yazaq. Mən yazsam ki, yoldaşlar, burada məsələn 2 üstü 4 bölünsün 2 üstü 2. Bu zaman nə eləyəcək? İndi yenə də əsas olduğu kimi qalacaq yoldaşlar. Bu dəfə üstlər çıxılacaq. 4-dən 2 çıxacaqsınız. O da nəyə bərabər olacaq? 2 üstü 2-yə. Deməli, nə öyrəndik? Vurulma zamanı üstlər toplanılır, bölünmə zamanı üstlər çıxılacaq. Bunu da yadınızda saxlamağa çalışın. Çünki indi yenicə misal eləyəcək ölçü vahidlərindən. Artıq bu bizə lazım olacaq. Bir dənə də nümunə yazıram. Bax yoldaşlar, əgər 2 üstü 9 bölünsün 2 üstü 5 olarsa nə edəcəksiniz? Əsas olduğu kimi qalacaq, üstləri çıxacaqsınız. Deyəcəksiniz 2 üstü 4-dür. Artıq 2 üstü 2 nə deməkdir? 4 deməkdir. 2 üstü 4 nə deməkdir? 16 deməkdir. Deməli, neçə düşür? 16 düşür. Bunları əzbər bilməliyik. İndi birdən desəz ki, müəllimə, birdən
Hər ikisində qüvvət üsləri eyni olarsa, bəs onda biz nə edəcəyik? Bu nə deməkdir? Bax yoldaşlar, 2 üstü 10 bölünsün 2 üstü 10. Bu nə deməkdir? Yadınızda saxlayın. Yenə də əsasınız olduğu kimi qalacaq. 10 çıxaq 10, o da bərabər olacaq nəyə? Əlbəttə ki, 2 üstü 0-a. 2 üstü 0 da öyrəndik əvvəldə nəyə bərabərdir yoldaşlar? 1-ə. Bax, yenə də bir daha deyirəm. Bölünmə zamanı çıxacaqsınız, vurma zamanı toplayacaqsınız. Bunu başa düşdünüzsə, buradan sağdan sizə yenə də bir şey yazacağım. Bax yoldaşlar, biz qüvvət üslərini mən 5-ə qədər sizin üçün yazdım sol tərəfdə. 2 üstü 10 nəyə bərabərdir? Yəni 10-dan 2-ni bir-birinə vurmaq deməkdir. Yadınızda saxlayın 1024-ə. Deməli, nə öyrəndiniz? 2 üstü 10 1024-ə bərabərdir. Başa düşdük? 2 üstü 10 1024-ə bərabərdir. Çünki indi misalda bu bizə lazım olacaq. Artıq vurulmanı bildiniz, öyrətdim sizə. Bölməni bildiniz, öyrətdim sizə. Qüvvətlərin də nə demək olduğunu, bunu da bildiniz, öyrətdim sizə. Tamam. İndi keçid edirəm. Ölçülər arası keçidə. Yoldaşlar, biz öyrəndik ki, yuxarıdan yazacağım. 1 bayt nəyə bərabər idi? Yoldaşlar, 1 bayt 8 bitə bərabərdir. Düzdür? İndi burada bir qayda var. Qaydanı da yazacağım. Özünüz üçün də qeyd götürə bilərsiniz. Ölçü vahidlərində baytla bit arasında, bax, bircə bunların arasında keçiddə 8-dir. Yerində qalan ölçü vahidlərində yoldaşlar. İndi qələmi burada mavi edəcəm, artıq fərqləndirməliyik. Baytdan kilobayta gedəndə, kilodan megaya gedəndə, megadan gigaya gedəndə, gigadan tetraya gedəndə, petaya gedəndə, etaya gedəndə, yəni burada neynəyirik biz? Ölçü vahidlərində kiçikdən böyüyə keçid edirik. Yadınızda saxlayın qayda. Ölçü vahidlərində bax, ox qoyacam B. Nə deməkdir? Kiçikdən böyüyə. İndi bir də söz olaraq yazmayın, vaxtımız getməsin. Deməli, nə öyrəndik? Ölçü vahidlərindən kiçikdən böyüyə keçid zamanı hansı qayda olacaq? Yenə də oxuyacağam. Bölmə qaydası. Bölmə qaydası. Nə oldu yoldaşlar? Bölmə qaydası. İndi gəlin görək, bu bölmə qaydası deyəndə nəyi böləcəksiniz, necə böləcəyik? Yadınızda saxlayın, baytdan kilobayta keçəndə 1024-ə böləcəksiniz. Həmən rəqəmi. Kilobaytdan megabayta keçəndə yenə də 1024-ə böləcəksiniz. Hər birində keçid zamanı yoldaşlar 1024-ə böləcəksiniz. Bütün keçidlərdə başqa bir rəqəm yoxdur. Ona görə də məncə bunu yadda saxlamaq daha asan olacaq. Məsələn, fərqli rəqəmlər olsa, biraz sizə çətin ola bilərdi. Deməli, ölçü vahidlərində baytdan başlayaraq digər ölçü vahidlərinə keçid zamanı nə edəcəksiniz? 1024-ə böləcəksiniz, tamam mı? İndi mən ona aid misal nümunəsi yazacağım. Bu zaman daha yaxşı başa düşəcəksiniz. Bax, yoldaşlar, əgər sizə misal versə ki, 2048 kilobayt bərabərdir. Əvvəlcə o baytla verim, sonra kiloya keçərik. 2048 bayt bərabərdir. Sual, tapaq görək neçə kilobaytdır. Necə tapacaq yoldaşlar? Biz öyrəndik ki, baytdan kilobayta keçəndə nə edəcəksiniz? 1024-ə böləcəksiniz. Deyəcəksiniz ki, müəllimə, 2048-i böləcəm 1024-ə, o da düşür 2. Deyəcəm 2 kilobayt. Ham başa düşdü bunu? Deməli, ölçü vahidlərində kiçikdən böyüyə keçəndə nə ediniz yoldaşlar? Böldünüz. Nəyə böldünüz? 1024-ə böldünüz. Bax, hamısında eyni qaydadır. İndi bu dəfə yazsam ki, yoldaşlar, 2048, məsələn, megabayt bərabərdir sual, gigabayt versin bizə. Necə tapacaqsınız? Yenə də 1024-ə böləcəksiniz. Yazacaqsınız 2048 bölünsün 1024, o da bərabərdir 2 gigabayt. Yoldaşlar, görürsünüz necə asandır?
Bircə qaydanı öyrənəcəksiniz. Qayda nə oldu? Ölçü vahidlərində kiçikdən böyüyə keçmə zamanı 1024-ə böləcəksiniz. Bölmə qaydası. Yəni nəyə bölmək? 1024-ə bölmək. İndi mənə deyin görüm hamı bu hissəni başa düşdümü? Kim başa düşmədi? Kim başa düşmədi? Tamam. Hamı başa düşübsə və yaxud da düşmüsünüzsə də onda davam edirəm. Bu, baxın, kiçikdən böyüyə keçid zamanı var olan qaydamızdır. İndi yoldaşlar, bu dəfə tərsi olarsa, bəs böyükdən kiçiyə keçidi olanda biz nə edəcəyik? İndi tərsi. Yadınızda saxlayın, ölçü vahidlərində böyükdən kiçiyə keçəndə yoldaşlar, burada artıq qayda dəyişəcək. İndi gəlin görək, bəs burada necə olacaq qayda? Onda qayda 2, ölçü vahidlərində B2 yazacağım. Yəni böyükdən kiçiyə keçid zamanı bu dəfə vurma qaydası olacaq. Nə olacaq yoldaşlar? Vurma qaydası. Nəyə vuracaqsınız? 1024-ə vuracaqsınız. Onda yoldaşlar belə başa düşdük ki, ölçü vahidlərində böyükdən kiçiyə keçid zamanı hər birində 1024-ə vurma yerinə yetirəcəksiniz. Nə edəcəksiniz? Burada keçid qalıb. Hər birində yoldaşlar 1024-ə vuracaqsınız. Hər birində. Hara qədər? Bayta qədərdən gedir söhbət yoldaşlar. 1024-ə, bir də 1024-ə. İndi bu nə deməkdir? Necə gəlin? Misal nümunəsi necə olacaq? Bax yoldaşlar, yazacağım buradan 2 kilobayt bərabərdir sual bayt. İlk öncə belə bir sualı görəndə deyəcəksən müəllimə, baxım görüm hardan hara keçiddir. Böyükdən kiçiyə gedir. Böyükdən kiçiyə keçəndə hansı qaydaydı? Vurma. Deyəcəksən müəllimə, 2-ni onda vuracam 1024-ə, o da bərabər eləyəcək 2048 bayt. İndi birdən 2 verməsə, məsələn, fərqli rəqəm verə bilər. 8 verəcək. Desin ki, 8, məsələn, megabayt, sual, kilobayt. Bu zaman nə edəcəksiniz? Yenə də 8-i vuracaqsınız 1024-ə. İndi mən sizə yeni bir keçid deyəcəm. Bax, yoldaşlar, bir anlıq əvvələ qaytarıram sizi. Burada nə yazdım sizə? Yazdım ki, 1024 nə deməkdir? Həm də 2 üstü 10 deməkdir. Düzdür, yoldaşlar? 8 nə demək idi? Baxın, 8 də 2 üstü 3 deməkdir. Düzdür, yoldaşlar? Bizim orada 8-i 1024-ə vuraraq vaxtımız gedəcək. Ən qısa yolu nədir? Bax, 8 nədir? 2 üstü 3 deməkdir. 1024 nədir? 2 üstü 10 deməkdir. Yenicə öyrəndik. Qüvvət üsləri vurulanda nə ediniz yoldaşlar? Əsas olduğu kimi qaldı. Üsləri topladınız. 3 ilə də onu topladınız. O da elədi 2 üstü 13. Bundan da cavab bitdi. 2 üstü 13 nə? Kilobayt. İndi yoldaşlar, bugün biz sizinlə ölçü vahidlərinin arasındakı keçid, böyükdən kiçiyə keçid, kiçikdən böyüyə keçid, bu qaydaları öyrənmiş olduq. İndi mən sizə misal nümunəsi özüm verəcəm. Görüm kim tapa bildi. Mütləq şəkildə də yazmağa çalışın. Yanınızda qələminiz, dəftəriniz olsun. Bir dənə də nümunə var. Bunu başa salın, sonra artıq sizə testi göstərəcəm. Bax yoldaşlar, orta məktəbdə öyrənibsiz ki, 2 kiloqram üzərinə gələk 3 qram. Cavabda nə almısınız yoldaşlar? Məsələn, 5 kiloqram qram götürə bilərsinizmi? Deyəcəksiniz müəllimə, yox. Niyə? Çünki biz orta məktəbdə öyrənmişik ki, ölçü vahidləri müxtəlif olarsa da, onları nə edə bilərik? Toplaya bilmərik. Əvvəlcə nə edəcəksiniz yoldaşlar? Ölçü vahidini eyniləşdirmək lazımdır. Ya hər ikisi kiloqram olmalıdır, ya hər ikisi qram olmalıdır. Onun üçün də nə edirik? Deyəcəksən ki, müəllimə, kiloqramı qrama çevirə bilərəm. Yoldaşlar, biz öyrəndik ki, 1 kiloqramımız nəyə bərabər idi? 1000 qrama.
Onda 2 kiloqram nə qədər olacaq? 2 kiloqramımız da olacaq 2000, düzdürmü? Onda mən yazıram. 2 kiloqram üzərinə gələk 3 qram bərabərdir. Artıq 2 kiloqramın yerinə yazacağam 2000. Üzərinə gələk bu da 3 qram. İndi hər ikisi nə oldu? Bu da 3 qram. Hər ikisi eyni ölçüdə oldu. İndi artıq 2003 edir. Mən bunları çox rahatlıqla toplaya bildim. Düzdür yoldaşlar? Nə öyrəndiniz? Ölçü vahidləri müxtəlif olanda onları toplamaq olmaz. İndi bu bizdə informatikada da belədir yoldaşlar. Ölçü vahidləri yadınızda saxlayın. Müxtəlif olarsa toplaya bilməzsiniz. Necə sual verəcək? Deyir ki, məsələn 2 kilobayt üzərinə gələk 2 bayt. Gətirin bunu hesablayın. Cavabda nə verir yoldaşlar? Bax, məsələn, A variantında verir 4 kilobayt, B variantında verir 4 bayt. Məsələn, C variantında verir özündən məsələn 8 kilobayt və yaxud da bayt. Yəni fərqli cavablar verəcək. Biz yenə də eyni qaydanı tətbiq eləyəcəyik. Ölçü vahidlərini eyniləşdirəcəksiniz. Siz öyrəndiniz ki, kilobaytı bayta çevirəndə nə edəcəksiniz? Kiçikdən böyüyə gedəndə hansı qaydaydı və yaxud da böyükdən kiçiyə gedəndə hansı qaydaydı? Bilirsiniz ki, kilobaytdan bayta gedəcəksiniz. Baxın, yuxarıda var. Kilobaytdan bayta gəlirik. Necə gəldik? Böyükdən kiçiyə. Böyükdən kiçiyə gələndə hansı qaydaydı yoldaşlar? Vurma qaydası. Onda nə edəcəksiniz? 2-ni vuracaqsınız 1024-ə, üzərinə gələcəksiniz bu 2-ni. Bu da eləyəcək bizim üçün nə? 2048. 2048-in də üzərinə 2 gələcəksiniz. O da nə eləyəcək bizim üçün? İndi gəlin bunu hesablamağa çalışaq. Deyəcəksiniz 2000 əlbəttə ki 50. Yoldaşlar 2050 biz nə aldıq? Məsələn, bayt aldıq. Bu da oldu bizim cavabımız. Baxın, nəyə çevirmisinizsə də ən sonunda doğru cavab ona götürəcəksiniz. İndi mənə deyin görüm, baxın, bu hissiyə qədər hamı dərsi başa düşdümü? Kimin harda, hansı keçiddə, hansı hissədə başa düşmədiyi oldusa da səsi açıb mənə bildirsin. Onu bir daha başa salım, sonra keçid edirəm testə. Deməli, sualınız yoxdur, maşallah. Nə gözəl. Əgər hamı başa düşdüsə, yoldaşlar, buyurun. Axşamınız xeyir, buyurun. Sözünüzü kəsirəm. Müəllimə, bu axırıncıda indi yazdınız 2050 bayt. Bəs burada A, B, C-də heç birində o bənd yoxdur axı. Mən bunu gözəlim özümdən təxmini yazmışam ki, məsələn, 2 ilə 2-ni toplayıb cavabda 4 görsəz gedib 4 götürməyin. Yəni o anlamda yazmışam ki, bunları toplayıb 4 verir bizi aldatmaq üçün. Doğru cavabı orada verəcək. Məsələn, Y variantında da verəcək 2050 bayt. Artıq siz cavabı 2050 bayt götürəcəksiniz. Tamam. Çox sağ olun. İndi siz də sağ olun. Deməli yoldaşlar, onu da gəlin keçid edək sizinlə sadə suallara baxmağa çalışaq. Hər biriniz, indi sizə yenə də bir şey deyəcəm yoldaşlar. 30, 31, 32 hər birimiz suala baxırıq. Otuz, 31, 32 suala. 32-ci sualı bilməyə bilərsiniz. Bu da normaldır. İzah edəcəm. Amma 30 və 31-i əzbər şəkildə, mütləq şəkildə bilməlisiniz. Hamı tapdı. Tapdısa davam edirəm. Bax, informasiyanın ən kiçik ölçü vahidi nə oldu yoldaşlar? Deyəcəksiniz, bitdi. İnformasiyanın əsas ölçü vahidi nə oldu yoldaşlar? Əlbəttə ki, öyrəndik, baytdır. Çünki informasiyanın əsas ölçü vahidi nə oldu? Bayt oldu. Bu bit dinar yoldaşlar. Bitin belə deyim də ingilis dilində adıdır. Bizim yəni kiçik ölçü vahidimiz bitdir. Bu bitin digər adıdır. Ümumi olaraq kompüter dediyi rəqəmsal informasiya ilə işləyir. Hər bir informasiya, yəni hər bir məlumat kompüterin yaddaşında, prosesorda yadınızda saxlayın ikilik kodlarla emal olunur. Nə ilə? İkilik kodlarla. Deməli, kompüterin yaddaşında olan informasiyalar nə ilə kodlaşdırılır? İkilik rəqəmlərlə, ikilik kodlarla kodlaşdırılır. Ona görə də bir bitin tərkibi 0 və 1-dən ibarətdir. İndi məsələn, yenə də test qarşılaşacaqsınız. Sizə deyəcək, bir bitin tərkibi nədən ibarətdir? Deyəcəksiniz 0 və 1-dən. İndi davam edək, yoldaşlar. 33 və 34-cü suala baxırsınız.
hər biriniz. Deməli yoldaşlar, 33-cü sualda deyir ki, kompüterin yaddaşında olan bütün informasiyalar hansı say sistemi ilə kodlaşdırılır? Mən sizə yenicə dedim ki, ikili kod. Ona görə ikilik say sistemi ilə. İkilik say sisteminin tərkibi isə yadınızda saxlayın, 0 və 1-dən ibarətdir. Nədən ibarətdir? 0 və 1-dən. Yəni ikilik say sisteminin tərkibi 0 və 1-dən ibarətdir. Deyir ki, bir bit informasiyanın dəyəri nəyə bərabərdir? Biz yenicə öyrəndik ki, bir bitin dəyəri 0 və 1-dən. Doğru cavab bizim üçün A variantı. Yəqin ki, başa düşdünüz. İndi yoldaşlar, 35 və 36-cı suala baxırıq hər birimiz. Bununla da yekunlayacaq dərsimizi. 35 və 36-cı sualı hamı hesablayır. Deməli yoldaşlar, 35-ci sualda bizə deyir ki, 1 bayt informasiyanın dəyəri nəyə bərabərdir? Biz öyrəndik ki, yoldaşlar, 1 baytımız nəyə bərabər idi? 1 baytımız 8 bitə. Düzdür yoldaşlar? Cavab B variantı. B variantı kimlər alıbsa, sizin üçün bir kalp. 36-cı suala baxaq. 36-cı sualda yoldaşlar nə deyir? Deyir 2/10 bayt nəyə bərabərdir? Biz nəyə çevirəcəyik? Baytı digər ölçü vahidlərinə. İndi yoldaşlar mavi rənglə ölçü vahid arası keçidləri yazacağam. Necə idi? Baxın, bayt idi. Sonra nə gəldi? Kilobayt, sonra megabayt, sonra gigabayt. İndi biz hardayıq? Baytdayıq. Biz baytdan hara gedə biləcəyik yoldaşlar? Kilobayta. Ölçü vahidlərində kiçikdən böyüyə gedəndə neynədiz? Bölmə qaydası. Nəyə böldünüz? 1024-ə. 1024 nə demək idi yoldaşlar? 1024 də 2/10 demək idi. Onda davam edək. Onda biz nə edəcəyik? 2/10-u böləcəksiniz 2/10-a. Biz bilirik ki, əsasla qüvvətlərdə eyni olanda nəyə bərabər idi? 2/0-a. O da vahidə bərabər idi. Biz nə aldıq? Hara gəldik? Baytdan kilobayta gəldik. Onda nə aldıq? 1 kilobayt. Cavab C variantı. Hamı başa düşdü dərsi? Bəli. Bəli. Deməli yoldaşlar, 55-ci sualda bizə ölçü vahidlərinin toplanması verib. Mən öyrətdim ki, ölçü vahidləri müxtəlif olanda nə edəcəksiniz? Toplaya bilməzsiniz. Əvvəlcə ölçü vahidlərini eyniləşdirmək lazımdır. Nə edəcəyik? Birincini ikinciyə çevirmək lazımdır. Yəni megabaytı kilobayta çevirəcəyik. Biz öyrəndik ki, ölçü vahidlərində böyüyü kiçiyə çevirəndə nəyə vurursunuz? 1024-ə. Onda nə edəcəksiniz? 4-ü vuracaqsınız 1024-ə, üzərinə də gələcəksiniz 23. Bu da olacaq sizin cavabınız adi riyazi hesablamadır. Yəqin ki, hər biriniz də tapmış oldunuz. Nə tapmısınız cavab yoldaşlar? 4119 eləməlidir. Bəli. O da eləyəcək bizim üçün 4119 müəllim. Bəli. Kilobayt. Bax, kilobayt. Da yadınızdan çıxıb bax D variantına baxın, sizi çaşdırır. Bayt yazıb yanında. Həmişə nəyə çevirdiyinizə diqqət edin. Cavab kilobayt olacaq. Deməli yoldaşlar, bu günlük saat 9-da başlamışdıq. Artıq 1 saat yarımdır ki, biz sizinlə dərsdə olduq. Mən sizə informatika nədir, informasiya nədir, xassələri, forma və növlərdir. Ondan sonra informasiyanın ölçü vahididir, ölçü vahidləri arası keçidlərdir. Ölçü vahidinin toplanması. İndi düzdür, çıxılmasını göstərmədim. Çıxılması da eynidir yoldaşlar. Sadəcə burada toplayırsınız, orada da çıxacaqsınız. Düzdür, elə bir çətin hesabı hissələr sizə verməzlər. Amma mən istəyirəm ki, hazır olasınız da. Artıq təmiz hazırlaşıb öyrənmək lazımdır. Çərçivə bölməmizdə nə var? Hər birini. İndi testinizi atacağım, material nəzəriyyə atacağım, dərsin izahını atacağım. Qoşula bilməyən yoldaşlar da inşallah izahı dinləyər.